Azərbaycan və Özbəkistan 2030-cu ilə qədər illik ticarət dövriyyəsinin dəyərinin 1 milyard ABŞ dollarına çatdırılması ilə bağlı razılıq əldə edib. Bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən Azərbaycan-Özbəkistan regionlararası forumunda bildirdi. Onun sözlərinə görə bu hədəfə çatmaq yalnız ticarətlə deyil, qarşılıqlı investisiya və sənaye kooperasiya layihələrinin artırılması ilə mümkündür. Bu istiqamətdə bir sıra addımlar atılır. Nazir həmçinin qeyd etdi ki, ölkələrimiz arasında iqtisadi ticarət münasibətlərində davamlı müsbət dinamika nümayiş olunur. Bu ilin ilk 5 ayında iki tərəfli ticarət dövriyyəsinin həcmi 200 milyon dollardan çox olub. Müqayisə üçün bu, ötən ilin analoji dövrünün uyğun dövrünün göstəricisindən 3 dəfə böyükdür. Düşünürəm ki, biz həmişə ticarət dövriyyəsini 3 dəfə artırmağa imkan verən dinamikanı qoruya biləcəyik. Amma düşünürəm ki, il ərzində 30% və daha yüksək artıma hədəflənmək real öhdəlikdir. Nazir həmçinin bildirdi ki, ixracın təşviqi, investisiya əməkdaşlığının inkişafı, ölkələrimizin sahibkarları arasında birbaşa işgüzar əlaqələrin qurulması, regionda birgə əməkdaşlıq layihələrinin həyata keçirilməsi üçün əsas vasitəyə çevriləcək Azərbaycanın Özbəkistanda ticarət nümayəndəliyinin yaradılması qərarı qəbul olunub. Mikayıl Cabbarov eyni zamanda vurğuladı ki, 2024-cü ilin avqustunda Azərbaycan və Özbəkistan prezidentlərinin imzaladığı müttəfiqlik münasibətləri haqqında müqavilə ikitərəfli münasibətləri və uzun illər üçün regional siyasəti müəyyən edəcək böyük addımdır. 2024-cü il Azərbaycan-Özbəkistan ikitərəfli tərəfdaşlığı üçün mühüm hadisələrlə zəngin olub. Mayda Quba şəhərində 2-ci regionlararası forum keçirilib. Onun çərçivəsində Füzuli və Gülüstan, Biləsuvar və Tərmiz, Mingəçevir və Namanqan şəhərləri arasında qardaşlaşma sazişləri imzalanıb. Xüsusilə qeyd etmək istəyirəm ki, layihələrin əksəriyyəti ölkələrimizin regionlarında həyata keçirilir. Bu, təkcə milli prioritetlərə dəstək kimi deyil, həm də davamlı və qarşılıqlı faydalı tərəqqi üçün müstəqil mexanizm kimi regionlararası əməkdaşlığın bugün oynadığı mühüm rolun əyani təsdiqidir. Özbəkistanın investisiyalar, sənaye və ticarət naziri Laziz Kudratov isə çıxışında bildirdi ki, Azərbaycan və Özbəkistan arasında 2025-2026-cı illər üçün sənaye əməkdaşlığı proqramı hazırlanacaq. Onun sözlərinə görə Özbəkistan Azərbaycanda əlaqələrini fəal şəkildə inkişaf etdirmək, Azərbaycan biznes nümayəndələrini Özbəkistan iqtisadiyyatının təklif etdiyi imkanlarla tanış etmək üçün ticarət evlərini genişləndirmək niyyətindədir. Laziz Kudratov beynəlxalq forumun işi zamanı sənaye sahəsində əməkdaşlıq istiqamətində yeni layihələrin razılaşdırılacağına ümid etdiyini də dedi. Əlavə etdi ki, Azərbaycan və Özbəkistan 1-ci sənaye və iqtisadi zonaları forumunun keçirilməsi ilə bağlı razılığa gəlib. Azərbaycandakı sənaye zonaları parklarında müəssisələr yaratmaqla Özbəkistan şirkətləri Avropa bazarlarına çıxış imkanları əldə edəcəklər. Özbəkistandakı infrastruktur, iqtisadi zonaları isə Azərbaycan şirkətlərinə Mərkəzi Asiya bazarlarını mənimsəməyə, Pakistana çıxmaq imkanı verəcək. Əfqanistan da böyük ehtiyacları olan nəhəng bazara malikdir. Odur ki, biz əməkdaşlığın dərinləşdirilməsi və birgə irəliləyiş, üçüncü ölkələrin bazarında birgə məhsul istehsalı üçün böyük imkanlar görürük. Azərbaycan ilə Özbəkistan nəqliyyat sahəsində gələcək qarşılıqlı əməkdaşlığın inkişafı barədə də razılığa gəlib. Bugün regionumuz ciddi çağırışlarla üzləşir. Bunlar müəyyən narahatlıq yaradır. Lakin biz bugün Azərbaycanlı həmkarlarımızla razılaşdıq ki, əlavə şərtlər yaradılacaq. O cümlədən Bakı limanı vasitəsilə infrastrukturun genişləndirilməsi üzrə tədbirlər görüləcək ki, bu da bizə riskləri minimuma indirməyə və Azərbaycanın nəqliyyat infrastrukturu vasitəsilə yük daşımalarını artırmağa imkan verəcək. Söhbət yük daşımalarında güzəştlərin uzadılması, əlavə güclərin yaradılması və donanmanın genişləndirilməsindən gedir. Xəzər dənizində bütün bu istiqamətdə razılaşmalar var, alətlər var. Biz şərait yaradacağıq ki, Azərbaycan iki ölkə arasında kifayət qədər səmərəli şəkildə mal mübadiləsi edə və yük daşıya bilsin. Bakıda təşkil edilən 3-cü Azərbaycan-Özbəkistan regionlararası forumunda həmçinin Azpromun icraçı direktoru Yusif Abdullayev, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov və Özbəkistandan olan nümayəndələr çıxış etdilər.